nasunuzu tutaq, burnunuzu tutaq. Neçə dəfə eləyə bilərik bunu. Amma bu xəstələr daima bu prosedurları etməlidirlər. Onların yaşam bundan asılıdır, başqa cürə mümkün deyil. Ona görə, amma bu modulatorları qəbul edən xəstə necə olur? Artıq mütəxəssislər Avropadan, Amerikadan, Türkiyədən gələn məlumatları biz dinləyirik, eşidirik və onlar deyirlər ki, artıq biz xəstələrimizə kilo verdirməyin yolunu axtarırıq. Bizim xəstələrimiz kilo ala bilmir, zəifdir, onda sümük yərməsi başlayır, onda çox inkişaf geriliyi başlayır. Amma xaricdəki, Avropadakı və digər ölkədəki xəstələr artıq kilodan əziyyət çəkirlər. Və nəfəs alırlar, küçədə yedirlər, təhsil həyatları var. Amma bizimkinin bu həyatı çox çətindir. Və bu bir uşağın xəstəliyi deyil, bu bütün bir ailənin, bir nəslin əzab-əziyyəti.